Salam uşaqlar, xoş gördük sizləri. Bugün sizinlə 3-cü sinif informatika dərsinin növbəti 7-ci mövzusu ilə, informasiyanın emalı mövzusu ilə tanış olun. Uşaqlar, nə üçün uşaqlar cırtdanın sözünə qulaq asıb işıq görünən səmtə getdilər? Yəqin ki, siz cırtdanın nağılı ilə tanışsınız artıq. Bilirsiniz ki, cırtdanın nağılında cırtdan nənəsi ilə yaşayan bir uşaqdır və bir gün gəlib nənəsinə deyir ki, mən dostlarım meşəyə odun yığmağa gedir və mən də onlarla birlikdə getmək istəyirəm. Nənəsi də uşaqlara icazə verir və uşaqlar cırtdanı götürüb meşəyə odun yığmağa gedirlər. Ancaq orada cırtdan çox yorulur, odun yığa bilmir. Ona görə də dostları da onun üçün odun yığırlar. Sonra cırtdan odunu daşıya bilmir, yorulur və cırtdanın odununu da daşıyası olurlar deyə uşaqlar gecikirlər və artıq qaranlıq düşür. Onlar kəndin yolunu tapa bilmirlər. Və bu zaman uşaqların qarşısında iki seçim dayanır. Biri iki istiqamətdə, bir istiqamətdən işıq gəlir, digər istiqamətdən isə itürür. Cırtdan deyir ki, gəlin işıq görünən tərəfə gedək. Ona görə ki, həmin tərəfdə kənd, yaşayış insanlar ola bilər. İtürən tərəfə isə getmək ora təhlükəli ola bilər. Nəyə görə elədilər? Ona görə ki, burada onlar düşündülər ki, yəni informasiyanı emal edərək, məlumatı beyinlərində emal edərək düşündülər ki, əgər işıq yanırsa, deməli orada kənd var, insanlar var. Yaxşı, insan öz biliyindən necə istifadə edir? Öz biliyi deyəndə, yəni özünün öyrəndiklərindən necə istifadə edir? Nə üçün istifadə edir? Yəni nə üçün faydalı olur onun üçün həmin məlumatlar? Deyə bilərsinizmi? Biraz düşünək uşaqlar. Bəli, uşaqlar, insanlar öz öyrəndiklərindən, öz biliklərindən, öz məlumatlarından gələcəkdə və yaxud da bugünkü günü həyatda yaşamaq üçün, müəyyən mövqe tutmaq üçün, müəyyən addımlar atmaq üçün, qərarlar vermək üçün istifadə edir. Biz hər gün çoxlu sayda informasiya alırıq, düzdürmü? Bu aldığımız informasiyalardan nəticə çıxarmaq üçün əvvəlki biliklərimizdən istifadə edirik. Yəni əvvəlki biliklərimizlə yeni biliklərimizi qarşılaşdırırıq, emal edirik də. İlkin aldığımız biliklə indi aldığımız biliyi qarşılaşdırırıq və buradan emal edirik. Məsəl üçün deyir ki, havanın soyuq olması barədə informasiya alan adam nəticə çıxardır ki, evdən çıxarkən qalın geyinmək lazımdır, düzdürmü? Sabah siz düşünürsünüzsə ki, bizim sabaha informatika dərsimiz var. O zaman hansı nəticəni çıxaracaqsınız özünüz üçün? Deyəcəksiniz ki, demək ki, dərsə baxmaq lazımdır və dərsi oxuyub öyrənmək lazımdır. Çünki sabaha bizə informatika dərsi var. İlkin informasiyanın emalından sonra alınan nəticə artıq nə olur? Yeni informasiya olur. Gəlin indi nümunəyə baxaq. Nümunədə ilkin informasiya kimi qar yağır verilir. Bilik, hava soyuqdur, xəstələnə bilərəm. Nəticə küçəyə çıxanda qalın geyinməliyəm. Artıq bizim emal elədiyimiz informasiya o olur ki, qar yağırsa deməli hava soyuqdur və biz küçəyə çıxanda əynimizi qalın geyinməliyik. Yazı masasının üstü tozludur. Toz insan üçün zərərlidir. Deməli masanın üstünü silmək lazımdır. İndi işıqforun qırmızı işığı yanır. Yolu işıqforun yaşıl işığında keçirlər. Mən yaşıl işığın yanmasını gözləyib yolu o zaman keçməliyəm. Beləliklə sizin bilikləriniz ilkin informasiyanı emal edərək yeni informasiya almağa kömək edir. Deyir ki, aşpaz xörəyin dadına baxır. Xörəyin dadı ilkin informasiyadır. Aşpaz bu informasiyanı beynində emal edir və xörəkdə nəyin çatışmadığını müəyyənləşdirir. Və bundan nəticə çıxarır və aldığı yəni nəticə sayəsində də o öz səhvini düzəldir. Əgər xörək duzsuzdursa ona duz əlavə eləyir, istiyotu azdırsa istiot əlavə eləyir. Yəni çatışmayan nəyi varsa onu düzəldir. Yeni informasiya çıxardır özü üçün. Siz şəkil çəkəndə, buraxılmış səhvlərini düzəldəndə, sözü başqa dildən öz dilinizə çevirəndə informasiyanı emal etmiş olursunuz. Bu halda siz informasiyanı emal edən, yəni icraçı olursunuz. Eyni zamanda uşaqlar, siz mətni öyrənib, yadınızda qalan hissəni öz sözlərinizlə ifadə edib danışırsınızsa, burada belə siz bir emal prosesi həyata keçirmiş olursunuz. İcraçı eyni zamanda təkcə insan deyil, həm də texniki qurğular, məsəl üçün kompüter ola bilər. Burada 2 dənə tapşırıq qoyub, deyir ki, növbəti gedişi etmək üçün Nigar nə etməlidir? Nigar təbii ki, növbəti gedişi etmək üçün əvvəlcə yoldaşının əlindəki daşlara baxmalıdır, daşların vəziyyətini müəyyənləşdirməlidir və o müəyyənləşdirməyə əsasən də belə deyim, addım atmalıdır. Həkim xəstəni nə üçün müayinə edir? Əlbəttə ki, ilkin nəticə almaq üçün, ilkin diaqnoz qoymaq üçün.
özü üçün məlumat toplayır ki, həmin məlumata əsasən də nəticə çıxara bilsin. Gəlin sual və tapşırıqlara baxaq uşaqlar. Sual və tapşırıqları qələm götürüm, bir-bir işləyək. İnformasiyanın mənbəyi ancaq canlılar ola bilər? Xeyr. İnformasiyanı insan, axı biz əvvəlki dərslərimizdə dedik ki, insan həm canlı, həm də cansız obyektlərdən informasiya ala bilir. Vizual informasiya vasitəsilə obyektin hansı xassələrini müəyyən etmək olur? Uşaqlar, obyektin rəngini görə bilirik, formasını görə bilirik, tərkib hissələrini görə bilirik. Yəni vizual deyəndə nədir? Gözümüz vasitəsilə aldığımız informasiya. Gözlə nəyi müəyyənləşdirə biliriksə, bunun hamısı olur həmin obyektin həmin xassələri, yəni müəyyənləşdirə bildiyimiz xassələri. Üçüncü tapşırıqda deyir, şagird öz adının hərflərini əlifbadakı sıra nömrələri ilə əvəz edərək yazdı. Bu nömrələr bu adların hansına uyğundur? Uşaqlar, biz heç əlifbanı açmadan, çətinlik çəkmədən axırıncı baxırıq ki, bir rəqəm yazılıb. Bir rəqəmi əlifbamızda A hərfinin rəqəmidir. Baxaq görək, buradakı variantlardan hansı A hərfi ilə bitir? Ramiz A ilə bitmir, Rüfət A ilə bitmir, Günay A ilə bitmir, Sevda isə A ilə bitir. Deməli, Sevdadır. Sonra gəlib növbəti tapşırığa baxırıq. Ceyhun radio ilə musiqiyə qulaq asır. Deməli, Ceyhun radiodan məlumat alır, düzdür? Burada Ceyhun olur informasiyanın qəbul edicisi, radio isə olur informasiyanın mənbəyi. Baxırıq 5-ci suala. 5-ci sualda belə deyir. Hansı hadisədə informasiya mübadiləsi baş verir? Mübadilə dedik nədir? Əgər qarşılıqlı şəkildə söhbət eləyirlərsə, o zaman burada mübadilə baş verir. Deyir ki, bir insan danışır, o birisi qulaq asır. Bu deyil uşaqlar. Ona görə ki, burada 2 nəfər danışmırıq. Uşaq televizora baxır. Televizor danışır, uşaq danışmır axı. Yaxud da danışsa belə uşağın danışdığını televizor eşidə bilər? Yox. Oğlan şəkil çəkir, bu da deyil. Amma rəfiqələr telefonla danışırsa, deməli 2 nəfər bir-biri ilə danışır da. Burada artıq informasiya mübadiləsi baş vermiş olur. Baxırıq 6-cı suala. Orxan otağın ölçüləri haqqında məlumatı dəftərinə yazdı. Dəftərə yazırsa neyinir? Kodlaşdırmış olur da. Uşaqlar düz deyir. Axı dedik ki, biz yazmaq özü bir kodlaşdırmadır. Məktəbə getməyən biri yazı yaza bilər? Yox. Deməli, əlifba özü bir kod sistemidir və biz bu kodları öyrənərək kodlaşdırma aparmış oluruq. Eyni zamanda uşaqlar dəftərə yazı yazarkən, məlumatı dəftərə yazarkən biz məlumatı həm də saxlamış oluruq. Yəni burada həm A, həm də C variantını doğru variant kimi qəbul edə bilərik. Şagird məktəbdən qaydanda yağış başlayır. O necə hərəkət etməlidir? Neynəməlidir uşaqlar? Tələsməlidir də. Çünki o küçədədir artıq. İsti paltarı hardan alsın, geyinsin küçənin ortasında? Oturub gözləsə də islanır axı. Gözlük taxmalıdır. Gözlük neynəyəsidir ki, yağışa? Amma tələssə evə daha quru çata bilər. Dibçəkdəki gülün dibinin quru olduğunu görəndə nə edərdin? Dibçəyi dəyişərdim. Niyə ki? Dibçəyi dəyişəndə gülün dibi islanır? Yox. Gülə su verərdim. Təbii ki, gülə su veririk. Gülü başqa yerə köçürərdim. Xeyr. Pəncərəni açardım. Xeyr. Aysel termometrə baxıb havanın temperaturunu bildi. Hansı informasiya prosesi baş verdi? Təbii ki, Aysel informasiya qəbul etdi. Ayselin öz qonşusu Vaqifə məlumat çatdırması üçün hansı yollar münasibdir? Poçtla göndərmək, yox. Axı qonşusudur. Zəng edib deyə də bilər, qapısını döyüb deyə bilər, amma ən yaxşısı ilə qapını döyüb deməkdir, çünki qonşusudur. Yəni bəzən ola bilər zəng çatmaz, amma mütləq şəkildə qapını döysə, o evdədirsə, o həmin telefonu, qapını açacaq və ona cavab verəcək. Bugünkü dərsimiz uşaqlar bu qədər. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın, dərslərimizi yaxşı dinləyin və videolarımızı davamlı şəkildə izləməyi unutmayın.